Bax belə deyəsən ətir dükanı var. Burada bavul da satırlar əlavə olaraq. Görüm ayrını çəkə bilirəm. Bu Hindistana ait xüsusi bir şey yoxdur burada. Onu çəkəm göstərəm sən. Deyəm ki, bax bu sırf Hindistan mental dəyərlərinə, mentalitetinə uyğundur. Nə bilim belə kofe shoplar var içində. Görüm o şey kofe shopun içində nə var onu çəkim göstərim sizə. Buradan bayaq kola almışdıq. Kola-koladır da. Normalda bu aeroportlarda hər şeyin qiyməti baha olur. 20 manat, nə bilim 17 manat. Bax belə bir şeylər olur. Amma buradan kolanı 2 manat aldıq bizim pulla. Bura ucuzdur. Qiymət cəhətdən, amma heç nə almır. Bax belə şeylər olur. Atışdırmalıq deyirlər, nə deyirlər belə. Fast foodları olur da. Sonra ayrı görüm nə var. Bax belə bir araba var. Bir də burada bir-iki dənə brendin şeyi var, mağazası var. Məsələn, aşağıda Tissot var idi. Armani var, sonra Calvin Klein var. Bax belə şeylərdə aeroportun içində bazı dükanlar açıblar, belə satırlar. Channel var qabaqda, bilmirəm görsənirmi? Şimdi Taylandda daha maraqlı video çəkməyə çalışacağım. Görüm nə var, nə yox. Bu channel ətirlər var. Bax onun orijinalını satdılar burada. Şirkətin özüdür burada o channel'ın. Görsən?